Ay Allah. Ay bala sen haracıysan. Ay nene ben ya burada oyun oynayacağım. Ay gel eve. Senin ben gözü sen eve gelsen gözü akşam olacak olsa gözü. Birazdan akşam olacak. Hiç kim söyle çıkmayıp ancak sen varsan söyle sen gözü. Ay xala ne olub? Başımız gözümüz getdi axı. Biz sizin əlindən yata bilmirik ya. Gəlməyib ara mən. Nə? Kimsə səslənən oğlum gözlə. Nə olub ay kişi? Ay, yaşlı arvadsan, səsin o tərəfdən gəlir. Biraz sakit yanda. Mən burada yatmaya çalışıram. Qoy 7-ci gündə heç olmasa hər gün işləyirik. Qoy bunda da yataq da day. Ay bala, ben burada uşağıma deyirəm ki, burada oynamazlar eləmə, qonşular yatıb. Sən niyə oradan çığırırsan ki? Mənim heç bir dənə günahım da yoxdur, ancaq sən günahkarsan. Ağır var, mən ora gətirmə birincisi. Sən mən günahkar deyirəm, sənin oğluma denən ki, səhər burada oynamasın, camaat yatıb burada. Yaxşı oğlum, yaxşı. Elə olsun, yaxşı. Oğlum, gir içəri səndən bərabər söhbət edəyək içərdə. Ay Allah. Durdum axır ki. Oğlum hardasan? Oğlum. Oğlum. Harda da bu? Ay arvad değil ha o. Niye qışqırır ki? Ay arvad ne olub? Hə bala heç nə. Mənim oğlum qeyb bilmirəm hardadır. Hə xala. Mən bayaq pəncərədən görmüşdüm. Getdi çölə o. Yani sen haber elmeye geləcəkdim. Gördüm ki qışqırırsan geldim indi dedim de sen. Yani uşağın çöldədir sen. Get çöldə axtar. Yani kənddə yoxdur. Kənddə olsa nə qədər balaca ev var. Olsa kiçik evdə hamısı. Hamısını da tanıyırsan. Heç birində də yoxdur. Çöldədir uşağın sen. Ha bala sağ ol. Mən indi gedib çöldə axtaracağım onu. Oy. Her yerim ağrıyor. Ay bir tane çıkın görüm. Ay bala sen burada ne varsan evin kapısı niye açıktı? Ha kişi ben bayağı hala çıktı uşağını aktarırdı da. Onda ben gördüm ki uşağı çöllere gittim haberdar ederdim yani. Ona göre haberdar ederdim de evin kapısını ona göre açtı bağlamaya yattan çıktı. Oldu sağ ol. Ay Allah harda da bu uşaq mən tapa bilmirəm. Gözü görüm kəndin arxasındadır. Hemen gidin bakın ne olar kəndin arxasında olsun da. Ay Allah düşürdüm az qala. Ay sen buradasan. Sen bayaqdan hardasan sən? Bayaqdan mən səni axtarıram. Hay ana mən bayaqdan buradayam. Yer qazıyıram. Görüm ne var yerde. Bala senin beynin yoktu. Gel görüm hə düş qabağıma. Ah. Bezdim ya Allah ki. Her gün çıxırsan. Gel de bir öz evimize girək də day. Bezdim ya Allah ki. Bir de böyle şeyler eləmə. Kənddən çölə çıxma. Neyse. Oyum, bu köy geçəkdir. Bunu alabilirim. Hemen gelim köyün muhtarıyla, yani başkanıyla danışım. Köyün başkanı burada mısınız? Ne oldu? Ne olur bana bağışlayın. Ben bayağı qışqırarak girdim. Bağışlayın, xahiş edirəm. Ben bu köyü necə ala bilərəm? Yani pulum da var. Ben bu kəndi almaq istəyirəm də, yani. Necə ala bilərəm? Ha bu köyü kendi yani. Ben sana bir 10.000 versen sen de bu kənd. Yani ele anlaşa bilərik səndən. Ha onda ha. Bildim 10.000 də. Ona mən bu köyü alıram. Gəlin sizin pulunuz. İndi buranı da düzəldərsiniz. Ay Allah mən niyə qırıram? Neyse bağışlayın. Ben biraz güclü insanım. Bağışlayın da yani.
Ev yoxdur. Mən 2 dəqiqəyə düzəldərəm. Düzəltdim. Hayırlı uğurlu olsun. Burada sizin evinizdir. Day, köyün başqanı evi belə olar. Bax, sağ olun, salamat qalın. Kəndə aldım. İndi mən kənddəki hamını kənddən atacağım dışarı. Yəni bu kənd tamamilə boş olacaq və pisliklər də dolacaq. Yəni kötü insanlar. Birinci qapımız şu. Tık 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 tık. Oy Allah, ne olur? Kimdir? Buyurun, buyurun. Xanım, indi mən bu kəndi almışam. Yəni indi kəndin başqanı yeri mənəm. Bu evdən çıxıb getməlisiniz. Mən elə istəyirəm çünki. Niyə bala, mən niyə çıxıb gedirəm ki? Öz kimi, gül kimi evimizdə. Xanım da sözü uzatmayın da, yəni çıxın bu evdən. Yəni yerim, bu evi boşaltmaq istəyirəm. Yaxşı bala, yaxşı. Oğlum, gedək biz. Evimizdən qovdular. İndi biz hara gedəcəyik bu? Köydə də sizi oradan kesinirdim. İf. Ahay. Bu ev getdi. İndi başqa evlərdən sıra. İndi bu ev. Tık 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 tık. Oy Allah, ne olur indi? Görüm. Buyurun, kimdir? Sizsiniz, buyurun. Ay kişi, mən sənə indi söz demək istəyirəm. Mən indi bu köyü almışam, yəni 10.000 manata. İndi sən bu evdən çıxa bilərsən, zəhmət olmasa. Niyə bala, mən niyə evdən çıxıram ki? Gül kimi evdə mən özüm üçün yaşayıram. Ay kişi, mən deyirəm ki, sənə çıx. Çıx bu, get evdən. Yaxşı, yeri buradan. Yaxşı, yaxşı. Oğlum, gəl. Getdik. Hadi qapını bağlayaq, gedək. Of, bu köydə də yaşamaya niyyətim yoxdur. Elə yaxşı çaldım. Yeri buradan. Bunu da evdən çıxartdıq da. İndi gedək arxadakine. Tık 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 tık. Ne oldu bir? Ne olub bala? Xala, mən indi bu köyü almışam, yəni kəndə almışam. Onlar evimdən çıxında bura artıq mənim evimdir. Bütün evlər hətta mənim evimdir. Yeriyim buradan. Niyə? Mən niyə getməliyəm ki? Xanım, da sözü uzatmayaq da. Yeriyim buradan. Gedin. Yaxşı bala, yaxşı. Oğlum, gəl, getdik. Kənddə də hamının uşağı da oğludur. Nəysə. Gedək də. Gül kimi qalmışdıq evimizdə. Niyə qovurlar axı? Artıq bunu da evdən qovdum. İndi gedim bu ikisini də qapını tez döyüm gəlim. Tık 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 tık. Hemen şunu döy. Tık 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 tık. Neyse, ortaya keseyim de görsünlər mənə. Ayda, kimi də alay qapını döyəm. Buyurun işi. Ne oldu Allah, yerimdən hələ indi oyanmışam. Ne oldu bay bala? Kimdi bu? Mənim, mən Ağsaqqal. İndi sənə zəhmət edirəm ki, bu evdən çıx. Ne olub bala, sən məni indi təhdid edirsən burada? Yox, təhdid eləmirəm. Bu ki, kənd mənim, artıq mənimdir. Hətta sən də evindən çıx day. Bütün evləri boşaltdım, təhsil siz qaldınız. İndi yeriyim buradan. Ay, sən kimsən ki, mənə evimdən çıxarda bilərsən? Sən kimsən? Gəl döyüşək. Ağsaqqal, sən indi döyülmək istəyirsən indi. Gəl görüm, mən sənə bir dənə daşdan vurdum. Bırak, sən kimsən ki, mənim babama vurursan? Gəl görüm, mənə bir taxtdan. Ağrıdı. Sən gəl bu daşı. Köməkdir. Bax belə. İndi qapıları bağlayıram. Siz isə buradan gedirsiniz. Qapıları kilitləyirəm də. Kilitləyim. Durarsınız, özünüz gedərsiniz. Mən bir də sizi qaldırmayayım. Artıq bu köy mənimdir. Nəysə, evimə gireyim də biraz yatayım. Necə vurdu? Baba, sən yaşlısan?
Hə, bala yaxşıyam. Şəkilət də bu bizim mələkdir, yəni ağzımıza vurdu da o daşdan. Daşa yüzü satırmış. Gəlsəydi yumruğa mən ona mələdərdim. Nə olub baba, niyə geri qayıdırsan? Get. Hə, mən gəlirəm indi. Hadi gəl, getdik. Amma göstərəcək, köyü sənin əlindən alacağıq. Görəcəksən sən. Neyse, gəlin gedək. Oya, bu kimdir ki, kəndi əlimizdən alacaq? Ay, sən kimsən, hə? Gəl də, gəl al, gəl, gəl al. Sən heç yedizdirməyəm bu köyü. Köy artıq mənimdir. İndi gel buradan, get. Get də, nə baxırsan, get. Salam uşaqlar, gördüyünüz kimi belə oldu. Köyü satdı. Belə bir də, nə deyim, belə rollərə girdim. Xanım bir də oğlan. Bu dəfə də qardaşım da yanımdadır. Salam uşaqlar, bu günləri Xanım və oğlan roluna girdik. girdi. Qardaşım girdi. Səsə mən girdim uşaqlar və bu da mənim yanımdaydı. O da qulaq asırdı, amma çox maraqlı idi. Həqiqətən. Yəni çox maraqlı idi. İndi bu videoya 200 baxış gəlsə, təzədən bu videonun yenisini çəkəcəm. Sağ olun, salamat qalın.